Cəmiyyətdə qadınlarımız hər zaman dözmək. Sən dözməlisən, ayıbdır, ailəlisən, ailəni dağıtma və bu qadın dözdükcə onun ruhunda nələr baş verir? Birincisi onu aydınlaşdıraq ki, dözməyini tələb ediriksə, deməli şiddət var. Orada ümumiyyətlə biz şiddət və zorakılıq varsa və biz döz deyiriksə, orada çox qeyri-sağlam proseslər baş alıb gedir. Yəni orada şiddəti göstərən kişiyə biz deyirik ki, davam elə, olar. Bir yaşıl işıq. Şiddət alan qadına və uşaqlara deyirik ki, dözün. Ailə belə olar. Və o dözən qadında başqa yeni rollar başlayır götürməyə ki, mən fədakaram, mən özümü uşaqlarım üçün qurban verirəm. Amma burada uşaqlar üçün də çox bərbad bir şey baş verir. Çünki ana xoşbəxt deyil. Ana ağrı içindədir. Hiss edir. Uşaq zaten hər şey çox gözəl hiss edir. Ağrı içindədir və ağrı içində olan ana ilə böyüyür uşaq. Və o da bir rol götürür üstünə ki, anamı xoşbəxt etməliyəm. Anamın xəyallarını yerinə yetirməliyəm ki, mən bircə o xoşbəxt olsun. O da öz yolundan çıxır.